Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Mən İlnur müəllim. Bugün sizlərə 11 may tarixində OTK sualların izahını təqdim edirəm. Sonra qədər izləyəsiniz. Həmçinin YouTube kanalımıza abunə olmayanlar kanalımıza abunə olmağı unutmayın. Bəyəni, paylaş və yazmaqda əsirgəməyin. Eyni zamanda bizim həm ödənişli, ödənişsiz WhatsApp qruplarımızdan faydalanmaq istəyən yoldaşlarımız bax qeyd edilən bu nömrəni WhatsApp-na yazırsınız. Biz sizə lazım olan qrupa yönləndirir. Həm ədəbiyyat, həm də Azərbaycan üzrə tam ödənişsiz dərslərimiz də keçirilən qruplarımız var. Keçək yoldaşlar ilk sualımıza. Bir cümləyə uyğun gələn sıxımı hansıdır? Vasitəsiz nitq təbii ki. Keçmə bunların ədabazlığından deyə Hüseyn kişi düşündü və gözünü xəstənin üzündən çəkib həkimə baxdı. Baxın yoldaş, ümumiyyətlə vasitəsiz nitq əgər bizə düşürsə, mütləq sizin birinci biləcəyiniz iş müəllifin ağzından çıxan ifadə. Burada Hüseyn kişinin ağzından çıxan ifadə budur. Keçmə bunların ədabazlığından. Bax yoldaş, bu V-dir. Yerdə qalan isə M sxeminə uyğundur və dırnaq, vergül, tiri M sxeminə uyğundur. Hüseyn kişi düşündü və gözünü xəstənin üzündən çəkib həkimə baxdı. Bu isə ümumiyyətlə M müəllifin sözü hissəsinə demək uyğundur. Cavab yoldaşlar VM və biz də cavabımız oldu C variantı və duruş şərtində qeyd etdik. Gələk ikinci suala. Fərqləndiyimiz sözlərin leksik mənada bağlı uyğunluq müəyyən. Baxa, kupedə uzanıb gələcək işlərinin planınızın kupe yoldaşlar vaqonda və yaxud da vaqonda bir neçə sərnişin üçün ayrılan bölmə otaq deməkdir. Birə yazdım yoldaşlar B. Kayıt oturub başına gələn hadisələr dəftərçəsində qeyd edilir. Kayıt yoldaşlar gəmilərdə demək sərnişinlər və ya komand heyəti mənsub şəxslər üçün ayrıca otaqdır. Kayıt qeyd etdik. Tərsanə xaricdən yeni avadanlıqla gətirilmişdir. Tərsanə isə yoldaşlar gəmi düzəldən və təmir olunan yer deməkdir. 3-ə də yazdı yoldaşlar E. Demək 1B, 2C, 3E. Bax buna diqqətli olmalıyıq. Demək yoldaşlar bizdə oldu cavabımız 1B, 2C, 3E. 1B, 2C, 3E cavabımız yoldaşlar E variantı. Gələk hansı tabel mərkəb cümlə tərkib hissələri bağlayıcı sözdür. Təbii ki, bağlayıcı sözdən yoldaşlar sual əvəzlikləri nəzərdə tutulur. Diqqətli olun sual əvəzliyi. Kimi görür, kimi ağladı. Bu qeyri-müəyyən əvəzliyidir. Harada açdır, orada başdır. Bəli, baxın yoldaşlar. Harada açdır, orada başdır və harada sual əvəzlidir və ona qarşılıq söz, orada sözü demək istifadə olunur. Oğlan ovda olduğuna onda inanaram ki, ardınca gedəsən, burada yoxdur. Danışanda elə danış ki, hamı səni başa düşsün, yoxdur. Mən bunu düşünürdüm ki, birdən-birə Aliyənin səsi qulağıma cingildədir, burada yoxdur. Cavab yoldaşlar B variantı. Gələk növbət 4-cü suala. Düz cümlələr əsasında cədvəli doğru kimi edim. İçəri girər-girməz otağın qapısı çəkilib bağlandı və qıfıllandı. İpi yaylığa bağlı, ipin digər ucu dişində divara dırmaşdı. Hər iki cümlə aiddir və cümlənin yalnız birinə aiddir. İçəri girər-girməz otağın qapısını çəkilib bağlandı və qıfıllandı. Yalnız qrammatik mənası olan nitq hissəsi işləmir, yəni köməkçi nitq hissəsi burada və var. İpi yaylığa bağlı, ipin digər ucu ilə dişində divara dırmaşdı. Bu demək ikinci cümlədə yoxdur. Fe'li birləşmə vardır. İçəri girər-girməz bax burada var. Eyni zamanda ipi yaylığa bağlayıb burada da var. Bəli, hər iki cümləsi doğrudur. Altdan xətt çəkilmiş məlum növdə olan feillər keçmiş zamandadır. Altdan xətt çəkilmiş qıfıllandı sözü məlum növdə deyil. Qıfıllan sözü məhsul növdədir. Bu da demək yanlışdır. Cümlədə yalnız birinə aiddir. Məhsul növdə olan 3 feil var. Baxa görək doğrudan məhsul növdə olan 3 feil varmı? Birinə aiddir. İçəri girər-girməz otağın qapısına çəkilib bağlandı. Otağın qapısı çəkilib bir məhsulunu burada. Bağlandı, bağlandı. İkinci burada. Qıfıllandı, qıfıllandı. 3 var. İkincisində isə ümumiyyətlə 3 məhsulunda olan feil yoxdur. Bu birinə aiddir. Hal şəkilçili və mənsubə şəkilçili isimlər işləmişdir. Otağın qapısı burada var. Eyni zamanda yaylığa, ipin digər ucu hər ikisində var. Mən bunu götürmürəm. İki nitq hissəsinin xüsusiyyətini daşıyan söz işləmişdir. Yəni məsdər feilsi feili bağlama. Demək burada yoldaşlar girər-girməz ifadəsi var. Demək feili bağlamadır. Eyni zamanda burada da feili bağlamalar var. Bu hər ikisinin adı olsun. Biz bunu da demək götürmürük. Yoldaşlar olacaq 2 və 4. Yəni A variantı. Növbəti suala baxaq. Fe'li birləşmə ilə ifadə olunan ikinci dərəcə cümlə üzvünü işləndiyi nümunə. Fe'li birləşmə ilə ifadə olunsun yoldaşlar. Oğlunun yolunu gözləyən ana qonşuları da çağırmışdı. İkinci dərəcə nə etmişdi? Çağırmışdı. Kim çağırmışdı? Ana. Hansı ana? Oğlunun yolunu gözləyən ana. Baxın yoldaşlar, bu demək fe'li birləşmədir. Eyni zamanda ikinci dərəcə təyindir. Bir götürəcəksən. Maralın soyuq daşlara fışqıran isti südü gözlərimi tutdu. Nə etdi? Gözlərimi tutdu. Nə? Maralın südü. Baxın yoldaşlar, burada üçüncü növ tənasüb birləşməsidir. Burada ümumiyyətlə yoxdur. İkiləri çıxdıq. Küknar Salavinin adamlar üçün qoyduğu işarə idi. İşarə idi. Nə işarə idi? Küknar. Hansı işarə? Salavin adamlar üçün qoyduğu işarə. Bu da təyindir. İkinci dərəcədir. Demək 3, 1, 3. Roman epik növün ən əhatə ilə çox şaxəli yanrıdır. Demək epik növü nədir? Epik növün yanrıdır. Nə roman? Burada demək feil birləşmə yoxdur.
Toxum köynəyinin quru olub olmadığını düşünmək ona Tomun köynəyinin quru olub olmadığını düşünmək ona xoş gəlirdi. Xoş gəlirdi nə? Tomun köynəyi quru olub olmadığını düşünmək bu məsələ tərkibi və baş üzüdür. Bu da lazım deyil. Daha yoldaşlar 1 və 3 yəni ikinci dərəcə üzrə onda çıxış edir. 6-ya baxaq. Hansı nömrədə yanaşı işləmiş isimlər yiyəliş haldadır? Piştaxtda düzülən əşyalar səliqəli idi. Piştaxta yönlük haldadır. Əşyalar ümumiyyətlə burada yanaşı işləyən isim yoxdur. Pambıq yığımı, pambığın yığımı qeyri-müəyyəli hal. Yığımının zamanı bu da qeyri-müəyyəli hal. 2 dənə qeyri-müəyyəli hal baxın yanaşı işləmişdir. Bu yoldaşlar B variantı. Gələk 7-ci suala. Cümlə 1-də zərfin bütün məna növlərinə aid, diqqətli olun, baxın zərfin az, zərfliyin yox, zərfin bütün məna növlərinə aid nümunə işlənmişdir. Tələsmədən ayağa qalxıb dünən aldığı kitabdakı hekayə haqqında xeyli danışdı. Nə etdi danışdı, nə qədər danışdı, xeyli danışdı, miqdar zərfi. Tələsmə ayağa qalxıb dünən aldığı kitab hekayə haqqında, nə haqqında, hekayə haqqında, hansı hekayə, demək dünən aldığı hekayə, dünən aldığı kitabdakı tələsmə ayağa qalxıb, hansı tərəfdə tələsmədən ayağa qalxıb, ümumiyyətlə bu zərfli ki, zərf deyil. Burada bir dənə var, dünən demək zaman zərfidir və xeyli miqdar zərf. Burada 2 zərf var. İndi haraya gedəcəyini üz-üzə dayanıb söhbət elədiyi adamdan dəfələrlə soruşmuşdu. Dəfələrlə miqdardır, indi zamandır. Digər isə burada yoxdur. Bəzən gözlənilmədən şəhərin işıqları sönür, maşınlar, tramvaylar belə işıq işləyərdi. Burada bəzən zaman zərfi var, götürmürəm. İndi irəli çıxıb az-maz bildiyi dərsi bir dəhər danışma başladı. İndi yoldaşlar, baxın zaman zərfidir, irəli yer zərfidir, az-maz miqdar zərfidir, bir təhər də tərz hərəkət zərfidir. Baxın yoldaşlar, bütün zərfin bütün mənada nümunə var. Cavabı o yoldaşlar D variantı. Əvvəlcə çatma qaşları, sonra kimisə xatırladan tanış səsi bir müəllim diksindir. Burada əvvəlcə və sonra 2 zaman zərfi var isə digər zərflər yoxdur. Gələk 8-ci suala. El bir olsa dağ onadır yerindən, söz bir olsa zərbikərəni sındırar. Nümunəsində baş cümlədəki xəbərin ifadə vasitəsidir. Baxın yoldaşlar, el bir olsa, bu təbii ki, bu dağ cümlədir, salsa ilə bağlanan. Dağ oynadar yerindən burada oynatmaq feilidir. Bizə deyir ki, baş cümlədə xəbərin oynatmaq feili, oyna, oynat və oynadar. Düzəltmə sözdür. 2 leksiya şəkilçisi var, səhvdir, 1 leksiya şəkilçisi var. Məlum növdədir, bəli, məlum növdədir. İsimdən düzəlmişdir, oyunu oynat feildən düzəlir. Xəbər şəklindədir, bəli, zaman şəkilçisi var, 2, 4. Şəxs sonluğu qəbuli, biz burada şəxs sonluğu isə görmürük. Cavab yoldaşda 2 və 4, yəni D variantı. Gələk 9-cu suala. Kökü amonim olan düzəltmə isim işləmiş nümunə. Bizə kökü amonim olan düzəltmə isim olsun. Kökü amonim olan, baxın yoldaşlar, kökü amonim olan burada baxsaq əgər yoldaşlar, baxın, bağçamın sözünə baxın, bağ, bağça, bağçamız və bağçamıza kökü amonim olan düzəltmə isimdir. Bağ sözü isimdir, bir ayaqqabı bağı, bir də ağız açılan bağ. Digərində isə yoxdur, vaxt itirmədən ona görə birbaşa keçdim. Yəni digərində isə biz onun şahidi olmuruq. Nəsə görürsən, yenə də qeyd edərsiniz rəy bölməsində, amma cavab yoldaşlar bağçamın sözü. Digərini keçək. Cümlələr fərqləndirmiş hissə əsasında ardıcıllığı müəyyən edin. Dünənki bu leksik şəkil təbii ki, zərfdən sifət düzəldir. Leksik şəkilçi demək ki, 4 yazdım. İnanırıq ki, bu demək bağlayıcıdır. Nəyə inanırıq ki, 1. Mən ki, bu ədatdır, qüvvətlendirici ədatdır, 2. O birinciliyə layiq deyil ki, bu da isə sual ədatıdır, 3. 4, 1, 2, 3. 4, 1, 2, 3 sabız yoldaşlar D variantı. Sualda çox rahatdır. Yoldaşlar, kanalımıza abunə olmağı unutmayın, mütləq abunə olun. İstədiyiniz xahişimiz budur, abunə olun. Abunə olanlar isə öncədən təşəkkür edirik. Abunə olan. Eyni zamanda bir daha qeyd edim ki, tam ödənişli və ödənişsiz dərslərimizə yararlanmaq üçün 051 785 15 25. Bax, bu nömrə WhatsApp-na yazar, siz bizim demək ödənişsiz qrupumuzdan faydalana bilərsiniz. 15 və 25. Gələk növbəti sualda yanlış fikir müəyyən edin. Bəri sözü həm əsas, həm də köməkli diksiyası kimi işlənə bilər. Bəli, bəri həm ədatlı eyni zamanda, üzr istəyirəm, bəri həm qoşmadır, həm də yer zərfidir. Bir doğrudur. Alın sözü tərkibinə görə 3 cür təhlil ola bilər. Bəli, 1 yoldaşlar, baxın, alınmaq sözü ola bilər. İşlərim alındı. Eyni zamanda deyirəm ki, məhsulu alın, feilin əmri şəklində bu cür ola bilər. Bir də insanın alını, alın da başın qabaqçısınız. 3 cür təhlil ola bilər. Bəli. Bu işarə vəzir hallanır, mənsuba görə dəyişir. Hallanır, mənsuba görə dəyişə bilməz. 3 yanlışdır. Sənin cavabın 3 olacaq. Çox saydan sonra gələn isim həm təkdən həm də cəmdə ola bilər. Çox, bir sıra, bir çoxdan sonra gələn isimlər həmçinin. Demək, çoxlu onlarla, yüzlərlə. Diqqətli oluruq. Çoxlu onlarla, yüzlərlə. Gələn söz həm təkdən həm də cəmdə ola bilər. 4-də doğrudur. Bu sözü çoxlu dərəcədə olan sifətdir, səhvdir. Bu sözü adi dərəcədə olan sifət. Çünki bunun ikinci tərəf buz isim olduğu üçün nöprisi ancaq sifətlərə qoşulanda dərəcəni artırır və yaxud da azaldır. Daha doğrusu artırır. Buz sözü burada isim olduğu üçün dərəcəni demək çoxaltmayıb. Cavab yoldaş 3 və 5 sənin səhv variantı, yəni B variantı.
12-yə baxaq, nümunə bağlı yanlış fikir müəyyən. Demirəm, sən uca bir dağsan əyil, demirəm, qalıbdır əlazım sənə. Nə səndə məhəbbət qara pul deyil, nə mən dilənçim əlazım sənə. Deyir köməsinin iki hissəsi mürəkkəb cümlənin tərkib hissəsini birləşdirmişdir. Nə səndə məhəbbət qara pul deyil, nə məhəbbət, nə bağlayıb. Dilənçiyəm, kim mən? Bu təbii ki, mürəkkəb cümlədir və nədən bağlanıb, doğrudur. Fe'li müxtəlif zamanlarda və müxtəlif şəkildə işlənmişdir. Zamanlarda qalıbdır, keçmiş zamanda, demirəm, indiki zamanda, m və ir, indiki zamanda, sonra əyil əmr şəklində, qalıbdır xəbər şəklində, demək doğrudur. Başqa kontekstdə əvəzliklər isim bütün xüsusiyyətlərini qəbul edə bilmir. Əvəzliklər isim bütün xüsusiyyətlərini qəbul edə bilmir. Məsələn, sən sözü, məsələn, mənsubiyyəti dəyişə bilmir, bəli. Doğrudur. Amonimli olan sifət və sual əvəzliyi eyni misrada işləmişdir. Amonimli olan sifət və sual əvəzliyi. Baxa görə yoldaşlar, amonimli olan sifət və sual əvəzliyi. Qara sözü bəli, burada amonimdir. Çünki qara bir isimdir. Plovun üzərində olan o aşqara mənası. Eyni zamanda sifətdir. Eyni zamanda amonimli olan sifət sual əvəzliyi. Burada ümumiyyətlə sual əvəzliyi yoxdur. Nə-nədə bu inkarlı bağlayıcıdır. Sənin səhvin olacaq deyə variant. Ümumiyyətlə bu cümlədə sual əvəzliyi yoxdur. Əvəzliklər isim müxtəlif hallarında işlənmişdir. Bəli, səndə yerli haldadır. Sənə yönlük haldadır, bu da doğrudur. Bizə yanlış fikir dediyi üçün cavab yoldaşlar demək D variantı. Gələk 13-cü suala. 2 leksik 1 qramma şəkilçisi var, 1 leksik 1 qramma şəkilçisi var. Yalnız 1 leksik şəkilçisi var, qramma şəkilçisi yoxdur, baxaq. Başlayım sözü baş, başla, başlam. 1 leksik 1 qrammatik. 1 leksik 1 qrammatik isə yoldaş 2-ci qabana yazdım A variantı. Dayaq sözü daya və dayaq 1 leksik şəkilçisi var, qramma şəkilçisi yoxdur. 3-ə yazdım B variantı. Məktublaşdı sözündə məktublaşdı. 1 leksik 1 qramma şəkilçisi var. C-ni yazdım. Qızartı sözündə qızar və qızartı sözü 1 leksik şəkilçisi var. Qramma şəkilçisi yoxdur. D-ni də buraya yazdıq. Dondurucudan sözündə don, dondur, ucudan. 2 leksik 1 qrammatik, belə 2 leksik 1 qramma şəkilçisi. Bu da yoldaşdır. Demək E variantına. Demək 1 C, E, 2 A, 3 B-dir. 1 yox, 2 leksik 1 qramma şəkilçisi dondurucudan 1 E-dir. C-ni niyə yazdıq ora? Məktublaşdı sözündə 1 leksik 1 qramma, 2 leksik deyil. Biz bunu C-ni burada səhvən yazmışıq. 1 E-dir. C-ni araya yazmalıyıq. 1 leksik 1 qrammat. 1 leksik 1 qrammat isə 2-yə yazaq C-ni. 1 E, 2 AC, 3 B-dir. O da olacaq yoldaşlar E variantı. Gələk 14-cü sual. Danışan ifadə etdiyi fikir münasibətinə görə modal sözlərin işləmi ardıcılı. Bütün bunlar sanki bu demək bənzətmədir. 4 yazırıq bura. Xülasə bu nəticə bildirən 3-ü yazdıq bura. Bəlkə güman şübhə bildirir. 2-ni yazdıq bura. Mən bu layihəyə baxanda doğrudan bu da yəqinlik bildirən demək modal sözü 1-də yazdı bura. 4-3-2-1 sxeminə uyğun. 4-3-2-1 sxeminə uyğunca bu yoldaşlar D variantı. 15-ə baxaq. Vaxtilə bazar qapısı ağzında onun kiçik bir dükanı vardı. Nə vardı? Onun dükanı vardı. Nə zaman? Vaxtilə zaman zərfi. Harada? Bazar qapısının ağzında. Zərflik mübtəda xəbər sxeminə uyğun. Yanlış fikir göstərir. Deyir ki, söz birləşməsi ilə ifadə olunan cümlə özləri vardır. Bazar qapısının ağzında. Bəli, onun kiçik bir mübtəda ilə yer zərfli söz birləşməsidir. Bu sxemə uyğundur. Səhvdir. Çünki 2 zərflik ard-arda gəlməlidir. İsmi xəbər suala cavab vermir. Var sözü. Bəli. Bunlar doğrudur. Zərfli 2 məna növünə istifadə olunmuşdur. Vaxtilə zaman bazar qapısının ağzı yer zərfli doğrudur. Baş dillərinin hər ikisi iştirak edir. Mübtəda da var, xəbər də yerindədir. Bu da doğru. Cavab yoldaşlar B variantı. Çünki zərfli sxeminə uyğun gəlməli idi, gəlməyib. Baxaq. 16-cı suala baxaq yoldaşlar. Görək bizdən nə istəyirlər. Bu arada abunə olmağı unutmayın. Mütləq kanalımıza abunə olun, bəyənin, paylaşın. Həmçinin üzvləri söz birləşmə ifadə olunan cümlələr. Həmçinin üzvlər söz birləşməsi olsun. Xanlar xanı bu gözəl və igid oğlanı heyran-heyran süzdükdən sonra dilləndi. Dilləndi, kim dilləndi? Xanlar xanlarını nə zaman? Bu gözəl və igid oğlanı heyran-heyran süzdükdən sonra. Bu zərflikdir. Dedik, həmçinin üzvlər, burada həmçinin sözü yoxdur. Bir sənin cavabında ola bilməz. İri buynuzlu qumral ana maral astanada dayanmışdı. Dayanmışdı, nə dayanmışdı? Maral, hansı maral? İri buynuzlu maral, qumral, ana maral, iri buynuzlu maral, qumral, ana. Bizə deyir ki, söz birləşməsi ifadə olunsun. Burada həmcinslər olduğu halda söz birləşməsi yoxdur. 2 də sənin cavabında ola bilməz. Bulaq suyunun və şəfalı otların ağır xəstələrə sağaltması xəbəri tezliklə el-obaya yayıldı. Nə etdi? Yayıldı. Nə yayıldı? Bulaq suyunun şəfalı otların ağır xəstələrə sağaltması xəbəri haraya? El-obaya. Hansı el-oba? Bütün el-oba
Tezlikli zərf. Ümumiyyətlə həmcis üzv yoxdur. Üçü də çıxdı cavabına. 4-5 qalacaq yəqin ki. Bulaq suyunu içən, bax bulaq suyunu içən, şəfalı bitkilərin istifadə edən həmcis təyinlər, xəstələr, hansı xəstələr? Bulaq suyunu içən xəstələrə, şəfalı bitkilərin istifadə edən xəstələr həmcis təyinləri var. 4. Ağaclar çiçək açanda, bax nə zaman? Zərfliyə bax, nə zaman? Çöllər yaşıl otlara örtüləndə, nə zaman? Baxın, ikinci dərəcə üzvlə eyni zamanda söz birləşməsi ifadə olunub. Cavab 4 və 5 həmcis zərfliklər var, həmcis təyinlər. Cavab yoldaşlar 16-da 4 və 5 yəni ibarətdir. 17-də baxaq yoldaşlar. Cədvələ uyğun fikir müəyyidin əlavə cümlənin baş üzünə aiddir, əlavə cümlə ikinci dərəcə üzünə aiddir. Ədəbiyyatımızda ilk poema müəllifi Şirvaninin nəsr əsərləri var idi. Əlavə cümlə baş üzünə aiddir. Demək var idi, nə var idi? Şirvaninin nəsr əsərləri var idi. Ədəbiyyatın ilk poema müəllifinin əsərləri. Baxın yola bu müəllifinin əsəri. 3-cü növ təyin söz birləşməsinin aslı tərəfinin əlavəsidir. Ümumiyyətlə burada cümlə özünün əlavəsi yoxdur. Bir sənin cavabının heç bir halda ola bilməz. Uzaqda yaşasaq da ürəyimiz burada, vətəndədir. Haradadır, vətəndədir, haradadır, buradır. Xəbərin əlavəsi var 2. Axundzadənin povesti Aldamı Kəvakib əsəri nə Axundzadənin povesti, nə Aldamı Kəvakib əsəri ədəbiyyatının realist nəsr inkişafında yeni bir mərhələ açmışdır. Mübtədanın əlavəsi var 3. Əlavə cümlə ikinci dərəcə üzünə aiddir. Cəbrayıl, Füzuli, Ağdamı işğaldan azad olunmuş rayonlarımızı yenidən inşa edirlər. Bu ümumiyyətlə bu ümumiləşdirici sözdür və bu sadalanmadır. Burada ümumiyyətlə əlavə yoxdur. Rayonumuzun mərkəzində Nizami Gəncəvi meydanında yeni kitabxana açıldı. Rayonumuzun harada rayonumuzun mərkəzində zərfinin əlavəsi var. Harada Nizami Gəncəvi meydanında. Bu zərfinin əlavəsidir. 5. O paytaxtda Bakıya gələndə gənc demək yaşlarında idi. O paytaxtda Bakıya gələndə bax yoldaş ümumiyyətlə biz burada bunu da götürmürük. Çünki Bakıya paytaxta gələndə bu feili bağlama tərkibinin asıl tərəfinin əlavəsidir. Burada cümlənin əlavəsi yoxdur. 2 3 5 sənin düzgün cavabınız yoldaşlar A variantı. Gələk 18-cüzlər. Yalnız qrammatik norma pozulduğu nümunə. Nərgiz evə gələn qonaqlara çay tökdü. Bu leksik normadır. Çay tökdü, çay süzdü olar. Leksik norma pozulub. Qəsəbət xırda-xırda parçalayırdı. Parçalayırdı yox, doğrayırdı. Olmaz. Heyran xanım klassik şeir yanrlarında əsərlər yazmışdı. Klassik şeir yanrlarında əsərlər yazmışdı, yoxdur. Uşaqların hər biri yarışda qalib olmaq istəyirdilər. Baxın yoldaşlar, istəyirdilər yox, istəyirdi olmaq. Çünki uşaqların hər biri ümumiyyətlə mübtəda söz birləşməsinin ifadə olunanda sən bunun əsas tərəfinə baxırsan. Əsas tərəfi təkdə olduğu üçün biri istəyirdilər yox, istəyirdi olmalı idi. Cavab yoldaşlar D variantı. Maşının sürəti hamını heyran etmişdi. Burada da yox, cavab yoldaşlar D variantı. Yəni yalnız qrammatik norma desə D variantı, çünki xəbər burada təkdə olmalı idi. Gələk 19-cu suala. Baxaq. Deyək cümlədə əsasən elə Venn diaqramı doğru fikirlər müəyyidin. Qəbristanlıq yüksəkdə, şəhər aşağıdadır. Qulaqlar səsdə, nəzərlər ətrafda, barmağa silahın təhdidindədir. Bunlar hər ikisi tabe-i mürəkkəb cümlədir. Birinci demək qarşılaşdırmadır. Bu qarşılaşdırma əlaqə tabe-i mürəkkəb cümlə. İkincisi isə zaman əlaqə tabe-i mürəkkəb cümlə. Çünki bura qəbristanlıq yüksəkdə, ancaq şəhər aşağıdadır. İkincisi isə zaman əlaqədir. Tərkib hissələ intonasiya ilə bağlanıb bu doğrudur, amma biz bunu ortaq fikir olduğu üçün biz buraya yaza bilmərik. Tərkib hissə müəyyən şəxsdir. Qəbristanlıq yüksəkdə, şəhər aşağıdadır. Qulaqlar səsdə. Ümumiyyətlə bunların hər birisi müəyyən şəxsdir. Çünki hər birisi mübtədası yüksəkdədir. Nə? Qəbristanlıq. Səsdə idi. Nə? Qulaqları. Bunların hər birisi demək müəyyən şəxsdir. Ortada olmalı idi. Sənin cavabın heç bir halda 1-dən 2 ola bilməz. 1, 1, 1, 1. 1, 2 götür yoldaşlar. Avtomatik cavabın çıxdı sənin 3-dür. Baxaq. Bərabərqulu cümlə əsasında yaranmışdır. Bəli, çünki tabe-i mürəkkəb cümlədir. Hadisə eyni zamanda baş verir. Bəli, doğrudur. Bir fikir digəri ilə qarşılaşdırıb bu 5 birinci cümlədir. Yəni bura aiddir. Bu yanlışdır burada. Cavab yoldaşlar demək 3 və 4, yəni A variantı. Keliməyə baxaq. Tələffüzü və yazılışı arasında fərqli məqamların sayına görə sözlərin uyğunluğu mühid. Tələffüzü və yazılışı arasında 2 fərqli məqam var. 3 fərqli məqam var. Baxın. Memorandum yoldaşı olaraq memorandum. Burada bir fərqli məqam olsun. Biz bunu heç bir yerə yaza bilmərik. A olan variantlar açıq getsin. Səni çaşdırmasın. Şəxsi qərəzlik olaraq şəxsi qərəzlik D və X iştirak olur. Burada 2 fərqli məqam olsun. Bir yazdım B-ni. Dedektiv olur. Detektiv olur. Burada bir demək T da vəzləməsi baş verir. Biz demək C-ndə heç biri yaza bilmərik. Artıq cavabın çıxdı sənin. Birə B-ni yazdım. Səlahiyyətsizlik Y-nin biri düşür və səlahiyyətsiz diş şəklində tələffüz olunur. Demək, Y düşdü, L çevir D-ya, 2 çevir X iştirixə. Bu demək 3 fərqli məqam var. 2 yazdım D-ni. Diqqətsizlik G olur, K-ya çevrilir. Diqqətsiz D-dən D və X iştirixə çevrilir. Burada 3 fərqli məqam əmələ gəlir. Bu da E. 1B, 2D, E cavabına uyğun gəldiyi üçün cavab yoldaşlar
E variantı. Gələk 21-ci suala yoldaşlar. Nümunədə işlənmiş təsriflənməyən fellərlə bağlı yanlış fel. Təsriflənməyən fel yoldaşlar məsəl felsi feli bağlı. Bu dəniz səfəri onun ovçuluq peşəsinə alışdırmaq üçün düşünülmüşdür. Düşünülmüşdü. Nə düşünmüş? Dəniz səfəri, hansı dəniz səfəri? Bu dəniz səfəri nəyə? Onu ovçuluq sənətinə alışdırmaq üçün. Nə məqsədlə? Onu ovçuluq sənətinə alışdırmaq üçün. Bu da sənin məqsəd zərfliyin. Bax yoldaşlar, məqsəd zərfliyin ifadə vasitəsidir. Biz heç bir halda burada alışdırmaq sözüdə alışdırmaq. Biz heç bir halda burada məstəri məqsəd zərfi deyə bilmirik. Çünki məqsəd zərfli bütövlükdə bu birləşməni biz məqsəd zərfli deyə bilərik. Təkcə burada məstərə məqsəd zərfi deyə bilmirik. Bir yanlış fikirdir. Yəni bir sənin cavabın olacaq. Qarşılıq növdədir. Alışdırmaq sözü məlum növdədir. Bu da yanlışdır. Məlum növdədir. Bəli. Bursa düzəltmədir. Bəli. Dırı artı orada qeyd etmişəm. Doğrudur. Məlum növdə olan keçmiş zamanda feil izah edir. Alışdırmaq üçün düşünülmüşdü. Düşünülmüşdü sözü demək düşünülmüşdü. Məlum növdə xeyr düşünülmüşdü. Bu məhsul növdədir. Çünki düşünülmüş söz məhsuldur, məlum deyil. Bu da səhvdir. Qoşma ilə işlənmişdir. Alışdırmaq üçün və üçün burada qoşmadır. Bu da doğrudur. Demək yoldaşlar bizdən səhvi istəyirsə əgər 1 2 5 sənin yanlış variantı. O da yoldaşlar A variantı. Gələk 22-ci suala baxaq burada. Hansı cümlədə qoşma işlənmişdir? O imtahanlara həvəslə, bu zərfdir təbii ki, lazım deyil. Qazan köpüklü südlə, bax, süd vasitəsilə, bəli, lalə burada demək qoşmadır, B variantı. Epitetlə təşbih, epitet və təşbih bu bağlayıcıdır. Səyahlar dəfələrlə, bu dəfələrlə, bu leksik şəkilsi lazım deyil. Anarla qardaşı meşədə azdılar, anar və qardaşı bu da bağlayıcıdır. Bu yoldaşlar demək 22-də B variantı. Şəkli yazı aid nümunə göstərim. Toy dəvətnamazının üzərində qoşa üzü şəkli, bu təbii ki, ideoqrafik yazı. Çünki burada toyu bildirir, rəmzi məna daşıyır. Mebel mağazasının üzərinə şüşəsinə vurulmuş mebel şəkli. Bu birbaşa mebel özünü göstərir üçün, bəli, demək şəkli yazıdır, 2. Çörək dükan qabağının çörək şəkli, bəli, 3. Maşınlarda dönmə işıqları, bu ideoqrafik yazıdır. Elektrik şəbəkənin üstündən vurulan kəllə şəkli, bu da ideoqrafik yazıdır. Bu yoldaşlar 2 və 3. Çünki orada kəllə satılmır və yaxud da kəllə yoxdur. Bu ideyana bildirir ki, əlini vurma demək belə deyək də ölərsən. Bu yoldaşlar 2 və 3 demək sənin cavabındır. 24-də baxın yoldaşlar, nömrələnmiş hansı sözlər arasında tabesizlik əlaqəsi var. Baxın yoldaşlar. Deyir ki, ağlımla qəlbimin özgə yolu var. Nə var? Ağlımın yolu, ağlımla qəlbim. Baxın yollar, ağlımla qəlbim təbii ki, ağlım və qəlbimin öz yolu var. Tabesi ilə əlaqəsi olan sözlərdir. Arasında tabesi əlaqəsi var. Təbii ki, ağlımla qəlb 1-2 özü yolu var. Hər biri bir yolda bu sözlərdir. Digər isə demək tabesi əlaqəsi biz görmürük 1 və 2 çünki bunlar həmcins sözlərdir. Ağlım və qəlbim çünki arasında bağlayıcıdan istifadə olunur. 1 və 2 demək yoldaş sənin düzgün cavabındır. Baxın yoldaşlar, elmi üsluba klass tam uyğun olmayan fikirlər lazımdır. Elmi üsluba aiddir. Baxın, statların epiqrafından geniş istifadə olunur. Bu demək, statların epiqrafından geniş istifadə olunur. Bu bədii üsluba aiddir, lazım deyil. Müzərrət obrazlı, bu da bədii üsluba aiddir. Şərh etmə, izah etmə, bu elmi üsluba aiddir. Mürəkkəb sözlər, mürəkkəb cümlələr elmi üsluba aiddir. Sxemlərdən diaqramların düsturları, bu da elmi üsluba aiddir. Baxın yoldaşlar, 1-2 elmi üsluba aid olan nümunələrdir, bədii üsluba aid olan nümunələr. Cavab yoldaşlar 1 və 2. 26-ya baxaq, qrammatik cəhətdən cümlə üzvləri bağlı olmayan, baxın yoldaşlar, qrammatikdən cümlə üzvlərini bağlı olmayan deyilsə, sən gəlir burada köməsi niksən götürmürsən. Cümlə üzvlə bağlı olmayan deyilsə, təbii ki, nə olacaq? Xitab olacaq. Eyni zamanda yoldaşlar, ara söz olacaq, ara söz. Yəni, sənə xitabdan ara söz lazım. Şaşı düşməyədi bu saraylara, yanıldım doğrusu, doğrusu. Baxın yoldaşlar, demək ara sözdür, doğrusu, uyub aldandım. Yan-yan tərlanların yaşıl yuvası, bu da xitab var burada. Demək, 1, 2. Deyirlər sizə də, deyirlər ki, bu xəbərdir. Axı milyonlar körpəli qoca ailə hara qaçsın, axı burada ədatdır. Yoxdur, burada ədatdır, digərsə yoxdur. Cavab yoldaşlar 1 və 2. Yəni, sənə xitab vara söz lazım idi. 27-də baxaq yoldaşlar. Sadə cümlə şəxs növləri üzrə uyğunluq müəyyən. Ümumi şəxs cümlə, şəxssiz və müəyyən şəxs. Yeməyinin payını yer. Bu ümumi şəxs hər kəsə aiddir. Ümumi şəxs cümlə yox olmaq üçün bizə A lazımdır. Qara düşmən dost olmaq nə? Düşmən, hansı düşmən? Qara düşmən. Mübtədası olduğu üçün müəyyən şəxs cümlədir. Demək biz üçün qabağına yazılıb B. Məhəllədə gedən işlər diqqət yetirildi. Diqqət yetirildi. Nəyə? İşlərə, hansı işlərə məhəllədə gedən işlər. Mübtəda əlavə edə bilmirsən. Diqqət etmək şəxssiz feil olduğu üçün şəxssiz cümlədir. Demək 2-yə yazılır C.
Müəssisəmizin qarşısındakı yolu deyənə təmin etdilər. Kim? Onlar. Qeyri-ümumi şəxs üzümlədir. Deyən yazdım. Çarvadara yol göstərməzlər. Bu da demək ümumi şəxs hər iki sayda olsun. Bunu mən heç bir yerə yaza bilmirəm. Demək bu yol sayı 1D, 2C, 3D. Belə dəyərli yoldaşlar, situasiyada özünüz baxacaqsınız. Nəsə sualınız, probleminiz olsa mənə deyərsiniz, qeyd edərəm. Belə dəyərli yoldaşlar, diqqətinizə görə təşəkkür edirəm. Növbəti bir video uzaqda görüşəcək. Minnətdaram.